Bugünkü videoda sizi tələbəmiz Raul Fəhradov ilə tanış etmək istəyirəm. Raul hazırda dünyanın ən prestijli universitetlərdən biri olan Imperial College Londonda təhsil alır və bu universitet dünya reytinqində top 2-də yer alır. Bundan əlavə tələbəmiz dövlət proqramı üzrə qalib adını qazanıb. Bu videoda Raul öz xarici təhsil təcrübəsini sizinlə bölüşəcək. Mən Raul Fəhradov, hal-hazırda Imperial College Londonda iqtisadiyyat üzrə magistr təhsil alıram. Həmçinin Imperial College Londonda akademik lider rolunu daşıyıram. Əlavə olaraq isə dövlət proqramı təqaüdçüsüyəm. Niyə məhz Imperial College Londonu seçdiniz? Imperial College Londonu seçməyimdə əsas məqsədim birinci növbədə onun reytinqi idi. Hal-hazırda QS World Ratingə baxanda Imperial College ikinci yerdədir. Bundan əlavə Imperial College-da müəllimlərin və professorların tədqiqat planları məndə çox maraq doğurdu və əvvəlcədən mən research eləyəndə əsas məqsədlərindən biri oldu. Seçdiyiniz proqramın əsas üstünlükləri nələrdir və bu proqramı seçərkən əsas hədəfiniz nə olur? Seçdiyim proqramın hansı ki Economics və Strategy for Business əsas üstünlüyü professorların öz fənlərini bilməklərindən əlavə real world, yəni industry experience-lar olmağıdır və onlar dərslər zamanı öz experience-ların bizlə bölüşürlər və bu nəinki mənə, bütün tələbələrə çox maraqlıdır. Əsas hədəfim isə ümumiyyətlə həm bakalavrda, həm masterda iqtisadiyyata yönəlməyim, Azərbaycan iqtisadiyyatına gələcəkdə töhfə verməyimdir. Dövlət proqramı qazanmaq istəyən tələbələrə nə tövsiyə edərdiniz? Dövlət proqramı qazanmaq istəyən tələbələrə birinci növbədə əvvəlcədən dövlət proqramının siyahısına baxmaqdır. Hansı dövlət proqramı hansı universitetlərə və həmin universitetlərdə hansı proqramlara şamil olunur və universitet seçimlərini edərkən buna nəzərən etməkləridir. Əlavə olaraq dövlət proqramında təqaüd qazanmaqdan ötürü onların qiymətləri yaxşı olmalıdır. Yəni əvvəlcədən bu məktəb olsun və yaxud foundation, bakalavr həmin zaman qiymətlərinə çox önəm verməkləridir. Dövlət proqramının çərçivəsində hansı ödənişlər qarşılanır və şərtlər nələrdir? Dövlət proqramı çərçivəsində birinci növbədə təhsil xərcləri və yaşayış xərcləri, viza və sığorta xərcləri qarşılanır. Yaşayış xərcləri yaşadığınız ölkə və şəhərə görə dəyişir. Şərtləri isə ortalama qiymətin 81 plus olmalıdır və dil sertifikatı hansı ki IELTS-dir 7 plus olmalıdır. Dərslərin çətinlik səviyyəsi barədə ümumi fikirlərinizi bölüşə bilərsinizmi? Dərslərin çətinliyi barəsində mən deyərdim ki, əsas getdiyiniz birinci il bu foundation olsun və yaxud bakalavr olsun. Getdiyiniz birinci il sizin üçün daha çətin olacaq. Çünki insanın mühiti, ətrafı və oxuduğu konseptlər dəyişir. Həm də əgər siz Azərbaycanda başqa dildə təhsil almısınızsa, əlbəttə ki, ingilis dilində təhsil almaq sizin üçün çətin ola bilər. Amma mən deməliyəm ki, burada bu çətinlik sadəcə müvəqqətidir. Artıq bir müddət sonra 2-3 ay, bəzi tələbələr üçün bu daha tez ola bilər. Dərslər artıq öz yerini alır və bu artıq çətin olmur. Bu uğura gedən yolda sizin üçün ən çətin mərhələ hansı olub? Mənim üçün ən çətin mərhələ birinci növbədə bakalavr qiymətlərimi yaxşı etmək idi. Mən bakalavrı first class-la bitirdim, hansı ki mənim üçün çox çətin oldu. Əlavə olaraq, əgər tələbələr top 10 universitetə qəbul olmaq istəyirlərsə, onların aldığı təhsil bəs etmir. Internshiplər etməlidirlər, hansı ki onları application stage-də daha kompetitiv edir. Əlavə olaraq isə mənim üçün universitet seçimi çox çətin idi. Çünki Imperialla birgə olaraq mənim UCL, LSE kimi seçimlərim var idi. Həmin bu məqamda Star College mənə çox kömək etdi. Həm universitet application stage-imdə, həm universitet, viza və dövlət proqramı mərhələlərində mənə çox köməklər oldu. Bütün bunlara görə Azərbaycan dövlətinə və Star College-a təşəkkür edirəm. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Əgər siz də Raul kimi bu cür top universitetlərdə təhsil almaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.